Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bizim bugünkü mövzumuz 17-ci paragraf yaşayış yerindən bağlıdır. Uşaqlar, bu sizə yer kürəsi mövzusunda deyəcəyim sonuncu dərsdir. Həqiqətən çox maraqlı idi. Yəni yer kürəsi mövzusu həddindən artıq mən sizə o dərsləri keçdikdə həddindən artıq ləzzət alaraq dərs keçirəm, yəni həvəslə. Növbəti və sonuncu bu mövzu haqqında dərsimiz yaşayış yeri haqqındadır. Açar sözlərə baxırıq. Yaşayış məskəni, meşə, çəmən, su, səhra. Yaşayış yeri deyəndə nə başa düşürsünüz? Canlıların daimi olaraq müəyyən bir ərazini özlərinə yurd və məskən saldıqları ərazi. Yəni, məsələn, dəvə özünə daha çox səhra tipli yeri özünə belə deyək ki, məskən salır. Balıqlar suda yaşayır, onu bilirik. Bitkilər çəmənlikdə yaşayırlar. Sonra məsələn, qurdlar meşə, dağlıq və meşə yaxınlığı ərazilərdə yaşayırlar və s. və s. Yaşayış yerinin canlılar üçün əhəmiyyəti nədir? Onlara uyğun qidalarla zəngin olması və hava temperaturunun onlara uyğun olması. Məsələn, siz ömrü boyu ayını, yəni qütb ayısını, o buzluqlarda qarın içində yaşayan ayını heç bir zaman gətirib səhraya qoya bilməzsiniz. Çünki bir gün içərisində ayı ölər. Yəni, çünki ayının dərisi o qədər qalındır ki, yəni o boyda istiyə dayana bilməz yəni. Amma dəvəni aparıb buzluğa qoysanız, dəvə də bir günün içərisində donub ölər. Yəni ona görə hər canlının özünə uyğun məskəni var. Sonra öyrənməyə keçid alırıq. Heyvanlar, bitkilər və digər canlılar bildiyimiz kimi fərqli yerlərdə məskunlaşırlar. Bildiyimiz kimi bir çox heyvanların yaşayış yeri çəmənliklərdir. Onlar orada qidalanırlar, həm də təhlükələrdən gizlənib qorunurlar. Çəmənlik ümumiyyətlə çoxlu ot olan yerdir. Burada çiçəklər, bitkilər, otlar və s. hamısı mövcud olur. Kəpənəklər və böcəklər də daha çox çəmənlikdə gizlənirlər. Sonra meşə isə ağacların çox olduğu yerdir. Maral, ayı, şir, canavar, quşlar və s. bildiyimiz kimi uşaqlar yaşayır orada. Bundan başqa, gəlin başqa hissələrə də toxunaq. Bəzi heyvanların suda balina, köpək balığı, delfinlər, məsələn, digər balıq növləri, sazan balığı, məsələn, aslan balığı və s. onlar da okeanda və dənizdə yaşayırlar. Səhranın da özünə məxsus canlıları var. Bitkilərin kaktus, heyvanlardan isə dəvə bu yaşayış məskənində olur. Bundan əlavə olaraq uşaqlar əqrəb, ilan, bəzi kərtənkələ növləri, bəzi böcək növləri, bəzi arılar, məsələn, səhralarda yaşayırlar. Bunu da sizlərə qeyd eləmiş olayım. Müzakirəyə keçid alaq. Meşə nə üçün bitki və heyvanların yaşamaq üçün daha əlverişlidir? Çünki daha çox qida ehtiyatı ilə zəngindir və meşələrə daha çox su düşür, yağıntı düşür və təbii ki, su da insanların olduğu kimi canlıların da ən çox üstünlük təşkil edərək yaşamaq üçün ən əlverişli yerlərdən biri də su məskənlərinin olmasıdır. Başa düşdünüz uşaqlar ona görə. Sonra suda yaşayan heyvanlar üçün su bitkilərinin əhəmiyyəti nədir? Su bitkilərinin əhəmiyyəti ondan ibarətdir ki, uşaqlar, bütün balıqlar, məsələn, balıqdan götürək, ya balıq kimi, ya özləri kimi balıqla qidalanacaqlar, balaca balıqlarla və s. Ya da ki, dənizin dibində olan bitkilərlə qidalanacaqlar. Əgər bu bitkilər olmasa, balıqlar məcbur qalırlar artıq digər balıq növlərini ovlamağa. Bu da daha təhlükəlidir. Çünki qarşılarına çıxan zaman onların yeyə biləcəkləri balıqla bərabər özlərindən 10 dəfə, 15 dəfə, 50 dəfə daha böyük balıqlara da rast gələ bilər. O zaman da onlar yem olmuş olurlar. Hansı yaşayış məskənində daha çox canlı yaşayır? Fikrinizi. Hansı yaşayış məskənində dedikdə, mənim fikrimcə, yəni quruda yaşayanda daha çoxdur. Çünki quruda yaşayan növlər, məsələn, zaten qarışqaları desək kifayət eləyəcək. Yəni dünya üzərində bəlkə 1 trilyona yaxın qarışqa var. Yəni bu olduqca böyük bir məbləğdir. Yəni böyük bir saydır.
Sadəcə qarışqaları, arıları desək, bu kifayət eləyir məncə. Bundan başqa soğulcan tipləri və s. böcək tipləri, digər meşədə yaşayan heyvanlar da saysaq, təbii ki, ümumilikdə quruda meşədə yaşayanlar daha çoxluq təşkil eləmiş olur uşaqlar. Tapşırıq. Sizcə ağacdələn nə üçün ağacı deşir? Çünki özünü yuva etmək üçün, bir də ağacın üzərindən gedən böcəkləri yemək üçün. Eyni yaşayış məskənində olan bitkilər və heyvanlar bir-birinə necə kömək edirlər? Belə deyim, deməli, quşlar və yaxud canlılar deyim də uşaqlar, bitkiləri yeyirlər. Məsələn, qarğıdalının toxumunu yeyir. Qarğıdalının toxumunu yeyərkən yeri bir-iki qarğıdalı toxumu düşür. Çünki biz necə əlimizlə nəsə aparsaq, bir-iki yerə düşən kimi, quşlar da apardığı zaman toxumunun bir neçə hissəsi yerə düşür. Tək yəni həmin yerə düşmür. Eyni zamanda quş hara gedirsə orada düşə bilər də uşaqlar. Nə qədər ərazi gedirsə. Beləliklə toxum hara düşürsə, orada yenidən bitkilərin canlanma prosesi baş verir. Yenidən bu proses təkrarlanır. Yenə həmin toxum bitərkən yenidən başqa heyvanlar yenə gəlir o toxumu götürür, yenə apardığı zaman yenə yerə düşür və beləliklə bitkilər bu cür çoxalır. Sonra hansı canlıların yaşayış məskəni meşədir? Köpək balığı suda yaşayır, tülkü meşədə yaşayır, şir meşədə yaşayır, meymun meşədə yaşayır, sincab meşədə yaşayır, dəvə səhrada yaşayır, ağac meşədə yaşayır, kaktus səhrada olur, su bitkisi yenə dənizdə olur. Belə. Sonuncu hissələr. Təsvir olunmuş yaşayış məskənlərini orada yaşayan canlılarla uyğunlaşdırın. Səhrada dəvə yaşayır. Buradan uyğunlaşdıraq. Gəl uyğunlaşdıraq. Məsələn, kəpənək. Kəpənək harada yaşayır? Meşədə. O meşədə yox, yəni belə çəmənlikdə yaşayır. Məsələn, B-yə aiddir. Kaktus 2 çölə aiddir. Yəni aya aiddir. Balıq suya aiddir. Bu bitki daha çox dəniz bitkisinə oxşuyur uşaqlar. Bu da yenə okeana aiddir. Burada delfini görürsünüz, yenə o okeana aiddir. Parabüzən çəmənliyə aiddir. Və burada bir dənə ceyran maral görürük. O da meşəyə aiddir. Belə. İndi özünüzü yoxlayın hissəsindən keçirilək uşaqlar. Yaşayış məskənlərinin canlılar üçün rolu nədən ibarətdir? Onlara həm qida, həm də təhlükəsizlik baxımından kömək elədikləri üçün canlılar həmin məskənləri özlərinə yurd, yuva edirlər. Yaşayış məskənləri bir-birlərinə necə fərqlənirlər? Təhlükəsizlik baxımından və element baxımından. Məsələn, meşədə ağac elementi, yəni bitki elementləri çoxluq təşkil edir. Suda mikroorqanizmlər çoxluq təşkil edir. Səhrada qum dənəciklərinin vasitəsilə gələn bir canlı orqanizmlərə ev sahibliyi eləyir. Çəmənlikdə də uşaqlar bildiyiniz kimi daha çox böcəklər, sonra sürünənlər, xırda xuruş, belə deyək də, böcəklər mövcud olur. Bəs bu məskənlərə görə bir-birlərindən fərqlənirlər. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bu dərsi də bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.